Həzrət Əlidən dünya nədir soruşduqda o Həzrət buyurdu: dünya odur ki, halalında hesab var, haramında əzab var. Həqiqətən insan dünyada qazandığı halal nemətlərin belə ahirətdə hesab kitabını verəcək. Haramın isə yeri bəllidir. Dünya elə bir yerdir ki, insan dünyaya tamahı artdıqca, dünyaya həris olduqca, nə qədər dünya nemətlərini dalıcan qaçsa çata bilməyəcək, istəklərinə nail olmayacaq, əldə etdiklərini isə qane olmayacaq. Amma əksinə insan dünyaya həris olmasa, dünyaya tamahı olmasa, dünya o insanın dalıcan qaçacaq. Dünya öz nemətlərini səpəcək o insanın ayağına və o həris olmayan insan dünya nemətlərinə əhəmiyyət belə verməyəcək. Bizdən öncəkilər nə yapardılar ki, biz nə yaparaq? Allah aqibətimizi xeyirli eləsin və bizi dünya tamahından hifz eləsin.